teraslı ev istəyən müştərilərin nəzərinə bu evi qaçırmayın. Dəyərli izləyicilərim, bugün sizlərə Maçlar cəbəsində 17 sayılı notariusun arxa hissəsində qapısına qədər də asfalt, 2 sot yarımın içində belə bir 4 otaqdan ibarət super təmirli giryaşa evlə tanış edirəm, hörmətli izləyicilərim. Hal-hazırda evin həyətyan sahəsində həyətə də rahatlıqla bir neçə maşın daxil olur və gördüyünüz darvazası jalüz darvazadır. Pultla idarə olunur. Həyətdə dediğim kimi geniş bir həyəti mövcuddur. Rahatlıqla bir neçə maşın həyətə daxil ola bilər. Evin yan və arxa hissəsi keçmək mümkündür. Ev öz yerdən kürsülüdür və tam təmirlidir. Alt hissəsi hər iki tərəfdən padvaldan ibarətdir. Onu da qeyd edir ki, gördüyünüz və bu evə oxşar evlər satılıb hamısı. Bir dənə bu ev qalıb dəyərli izləyicilər. Yəni bu fürsətə qaçırmayın deyərəm. Və burada yerləşir həyətinə aid sanitar qovşaq. Gördüyünüz kimi aksesuarına qədər mövcuddur. Burada belə bir tülpanına qədər qoyulub və bu sol hissədə isə belə bir dekorativ ağaclardır, bəzək kollardır, əkilib. Qeyd edildiyi kimi evin buradan yan və arxası keçmək mümkündür. Ev özü də cüt daşlandı. Yəni tikintisində də təmirdə də super ideal materiallardan istifadə olunub. Keçəm indi evin içərisini təqdim eləməyə. Deməli, həyəti də ümumi göstəreyim. Belə bir maraqlı evdir. Burada teraslı, dediğim kimi teraslı ev axtaran müştərilərin bu evi qaçırmasına deyərdim. Və mətbəxdən də birbaşa terasa çıxışı mövcuddur və biz hal-hazırda keçid edirik evin koridor olan hissəsinə. Bura belə bir koridorudur, hol hissəsidir və bütün otaqlar laminatdır. Belə bir gözəl bir laminatdan üzlənib hol hissəsi. Və buradan solda yerləşir mətbəx. Mətbəxin qapısından birbaşa terasa çıxış var. Aboylar da maraqlı aboylardır. Dekorla işlənilib. Və buradan sağ hissədə yerləşir geniş, böyük qonaq otağı. Əziz izləyicilərim, yəni aboy seçimində çox gözəl seçimlər olub. Yəni evin rəngini, havasını boğmur. Maraqlı bir aboylardır. Burada belə bir TV nəzərdə tutulub. Gördüyünüz kimi nə boyda tam divarı əhatə edir. Burada belə bir birinci yataq otağıdır. Kiçik olan uşaq otağı. Burada belə bir güzgüsünə qədər, lüstrlarına qədər onu da qeyd edeyim. Lüstrlar da koridorunda asılıb və bura belə bir ikinci yataq otağıdır. Böyük olan və burada isə sonuncu digər bir yataq otağıdır. Onu da qeyd edeyim ki, yəni divardan da, sağdan da məsafəsi mövcuddur. Yəni, kifayət qədər məsafə var. Yəni, rahatlıqla hava axını evə gəlir. Kombi xətləri çəkilib və sonda sanitar qovşaq və hamam otağında təqdim edeyim. Gördüyünüz kimi aksesuarlarına qədər ideal şəkildə hamısı quraşdırılıb və asma tavan da öz yerində. Gördüyünüz bu evin deməli qiyməti 125.000 manat start olaraq deyilir. Yəni real alıcı gəlsən inşallah sahibi tərəfindən endirim var. Qiymət deməli 125.000 manat. Sənəd paket kupçadır. Evində, torpağında çıxarış xüsusi mülkiyyəti. İpotekaya da yararlıdır. İndidən qeyd edib ipotekaya da ev axtarırsınızsa, yəni bu ev ideal bir variant ola bilər sizin üçün. Əlaqə nömrəmiz aşağıda və səhifənin bio hissəsində mövcuddur. Bu və bunun kimi digər evlərlə və yaxud qabaqdan yaz mövsümü gəlir, gördüyüm kimi bağ mövsümü gəlir. Bağlarla tanış olmaq istəsəniz səhifəmiz daxil olub baxa bilərsiniz. Bizi izləməyi unutmayın, sağ olun.